O misallarımdan biri bu idi ki, məsələn deyək. Hal-hazırda dünyanın harasında oturuqsa oturaq, nə ediriksə elə bu internet hamısı nədir? Axtarışlarımız demək olar ki, Google vasitəsilə də. Əsasən axtarış proqramımız Google-dur. Google-da mərkəzi New Yorkdadır. Elədir. Deyək, mən mollayam. Hər hansı bir fətvanı axtarıram. Bir tələbiyəm ya bir dənə məsələn elmi şey axtarıram. Biri deyək, müğənnidir, müğənniyə aid bir şey axtarır. Biri nə bilim deyək, coğrafiyaçıdır, coğrafiya yerlə bağlı bir şey. Biri nə bilim göydən, biri okeanın dibinə, biri ulduzdan. Hərə yer kürəsində milyonlarla insan eyni zamanda Google-dan kömək istəyir, istəmir. Hər kəsin öz evində oturub. Elə axtarış verir, birinə coğrafiyadan cavab verir, birinə nə bilim kimyadan, birinə dindən, birinə nə bilim üsuldan, biri həkimlikdən, biri nə bilim nədən. Ani surətdə hər kəsin onu öz evində görür. Mümkündür 100 il, 50 il bundan qabaq deyəndə ki, dünyanın hər nöqtəsində kim Əli əleyhissalam çağırsa ona kömək eləyər, dərhal müşrik deyirdilər. Sən Allah siması verdin, Allah sifəti verdin, sən kafirsən. Elə indi də, hələ də o başı işləməyən vəhabilər hələ də o fikirdə, hələ o düşüncədədir. Nətər Əli əleyhissalam dünyanın eyni vaxtda o başında da, onu bu başında. Elədir. Amma artıq ağlın bir balaca işlədən dünya ilə baxsa görəcək ki, əgər Bill Gates ki, bir dənə Yahudidir, bir dənə kafirdir, bir Allahsızdır, Bill Gates'in düzəltdiyi proqram, sən də evində oturubsan, Amerikadakı da, Avustraliyadakı, İrandakı, Turandakı, hər bir yerdə oturub, ani surətdə hər kəsin öz yanında gör, öz müşkülünü onun evində həll eləyir. Ani surətdə milyonlarla problemi həll eləyir. Kim nə sual verir, onun müşkülünün əlinə yapışır. Hamı da öz yanında, hamı da elə bir Google mənim yanımdadır. Məsələn, Google mərkəzi hardadır? New Yorkdadır. Hamısı öz evində görür. Əgər Bill Gates'in düzəltdiyi proqram hər kəsi öz evində qarşılayıb, öz proqramın, öz problemin həll eləyib, müşkül həll eləyirsə, niyə Allahın düzəltdiyi əli onu eləyə bilməsin?